Hər vaxtınız xeyir əziz abituriyentlər. Hər birinizi xoş gördük. Bugün sizlər üçün Fizika 2025 tim test toplusunda Newton qanunları dərsinin bağlı cisimlərin tərpənməz blokda hərəkətinə aid olan sualların izahını verəcəyəm. Sualların izahına keçməmişdən öncə YouTube kanalımıza abunə olmağı unutmayın ki, digər dərslərində test izahları gəldikdə xəbərdar olasınız. Gəlin başlayaq. Birinci sualımızdan, hansı ki şərtdə deyilir ki, tərpənməz blokdan keçirilmiş, uzanmayan və çəkisi nəzərə alınmayan ipdən şəkillər kimi yüklər asılmışdır. Sistemin təcilini hesablayın. Blokun oxunda sürtünmə qüvvəsi və blokun kütləsi nəzərə alınmır. Bu tip məsələlərdə sizdən görəcəksiniz ki, təcili, A-nı və T-ni gərilmə qüvvəsini istəyir. Bu sualların hansı ki istəyirəm düsturlarının çıxarılışını sizlər üçün göstərim. Buna görə solda bir şəkil çəkmişəm. Buradan alacağıq. Gördüyünüz kimi M1 və M2 kütləli cisimlər blokdan keçirilmişdir və belə olan halda hər birinə yer tərəfindən ağırlıq qüvvəsi təsir edir. M1 kütləli cisimə təsirin ağırlıq qüvvəsini əlbəttə ki MC düsturundan hesablayacağıq. Yəni M1J və özü də aşağıya doğru yönələcək, yerin mərkəzinə doğru. Onda aşağıya doğru M1J-ni yazırıq. Həmçinin M2 kütləli cisimə də aşağıya doğru ağırlıq qüvvəsi M2J düsturu ilə hesablayacağımız ağırlıq qüvvəsi yönəlir. Və hər bir ipdə gərilmə qüvvəsi yaranacaqdır burada. Gördüyünüz bax bu ipdə yaranan gərilmə qüvvəsi cisimdən ipə doğru yönələcək, yəni yuxarıya doğru. Biz bilirik ki, eyni ipdə yaranan gərilmə qüvvəsi eynidir və bu ip eyni olduğundan, eyni ilə bu ipdə də müəyyən bir T gərilmə qüvvəsi yaranacaq və bu gərilmə qüvvəsi də yenə cisimdən ipə doğru, yuxarıya doğru yönələcəkdir. Tutaq ki, indi mən qəbul edirəm ki, M2 kütləsi daha böyükdür M1-dən. Belə olan halda əlbəttə ki, M2 kütləsi daha böyük olduğundan deməli M2J də daha böyükdür. Onda əlbəttə ki, bu cisim aşağıya doğru gedəcək. Yəni burada təcil artıq aşağıya doğru olacaq. İndi sən bu cisim aşağıya doğru gəlirsə, aşağıya doğru hərəkət edirsə, avtomatik bu cisim də yuxarıya doğru gedəcək də. Eyni ipdədir. Sanki ip elə bil bu cismi aşağıya doğru çəkir. Yəni bu cisim aşağıya doğru getdikcə, onda bu ipimiz, gördüyümüz bu ipimiz bunu nə edəcək? Yuxarıya doğru çəkəcək, yəni M1 kütləli cismi. Deməli burada artıq təcil, A təcili yuxarıya doğru olacaq. Biz bilirik ki, F əvəzləyici bərabərdir M sistem vuraq A-dır. Buradan A-nı tapanda əlbəttə ki, əvəzləyici qüvvəni bölməliyik M sistemə. Sistemin kütləsi əlbəttə ki, burada M1 və M2-nin cəmi olacaqdır. M1 üstə gələ M2 yazacağıq. Bəs əvəzləyici qüvvəni necə tapacam? Hansı ki, burada sanki görərsiniz ki, M2J ilə M1J eyni istiqamətdir deyərsiniz, toplayaram. Xeyr, baxın, bu ipləri sanki açırsınız, bu vəziyyətə gətirirsiniz. Açandan sonra əlbəttə ki, gördüyünüz bu M2J, onda bax bu tərəfə sağa doğru yönələcək burada. M2J-in sağ olacaq. Amma digərində isə M1J-in əlbəttə ki, sola doğru olacaq. Sanki ipi elə bil açırsınız. Və belə olan halda gördüyünüz kimi M2J ilə M1J əks istiqamətlidir. Belə olan halda əvəzləyici qüvvəni tapanda biz çıxırdıq. Ona görə də burada M2J-dən M1J-ni çıxacam. Çünki M2 kütləsi daha böyükdür. M2J çıxaq, M1J yazdıq. Bu da bərabər olacaq. Məxrəcdə M2 üstə gələn M1 idi. Aha. J-ni ortaq vuruq çıxartsaq, sürətdə qalacaq M2 çıx M1, bölək məxrəcdə M1 üstə gələk M2 və vuraq J-mizi yazdıq. Təcilimizin bir düsturunu gördüyümüz kimi təcilimizi almış olduq burada. Deməli, yuxarıda bax burada qeyd kimi yazıram. A bərabərdir M2 çıxaq M1 bölək M1 üstə gələk M2 vuraq J-dir. İndi gərilmə qüvvəsində gəlin tapaq. Gərilmə qüvvəsini tapmaq üçün bu hissəni silirəm hələlik. Sanki, bax, bu gördüyünüz ipə ayrı baxıram. Belə, yəni sanki bunu ayırıram, bir ayrı bir sistem kimi baxıram. A təcilim aşağı yönəldiyindən, onda burada M-A əvəzləyici qüvvəmiz, M-A-mız, yəni M2 vuraq A-mız daha doğrusu, çünki M2 kütləsinə baxıram, bərabər olacaq. Hansı ki, burada M2J çıxaq T-yə. Çünki M2J ilə T əks istiqamətlidir. Əvəzləyici qüvvəni tapanda əks istiqamətli olduqda biz çıxırıq qüvvələrimizi. M2J-dən də T-ni çıxanda bərabər götürəcəm. Əlbəttə ki, əvəzləyici qüvvəmə M-A. Niyə T-dən M2J-ni çıxmadım? Çünki hansı ki burada A təcili aşağıya doğru yönəlib. Deməli burada M2J daha böyükdür ki A təcili aşağıya yönəlib. Ona görə sən M2J-dən T-ni çıxmalısan. Yox, A təcili yuxarıya doğru yönəlsəydi, məsələn bax bu birisində A təcili yuxarıya idi. Onda sən T-dən M1J-ni çıxmalıydın. Yəni A hansı istiqamətdə yönəlirsə, həmin qüvvədən digərini çıxırıq. Amma indi mən M2-yə baxdığım üçün, M2 kütləli cisimə baxdığım üçün, ona görə M2J-dən çıxıram T-ni.
Deməli, burada M2A bərabər olacaq M2J çıxaq T-yə. Buradan T-ni tapsaq, olacaq M2J çıxaq M2A. İndi mən burada A-nın, bax, bu düsturunu gətirib yerinə yazıram burada. Bu bərabərdir M2J çıxaq M2 vuraq. A-nın əvəzinə yazıram M2 çıxaq M1 bölək M2 üstə gələk M1 vuraq J-yə. Hər tərəfdən gördüyünüz kimi mən M2J hasilini ortaq vurub çıxarda bilərəm. Bax, M2J-ni çıxardarıq ortaq. Olacaq onda M2J ortaq çıxanda 1 çıxaq M2 çıxaq M1 bölək M2 üstə gələk M1. Və buradan M2J-ni olduğu kimi saxlayıram. Vuraq. Ortaq məxrəc fikir versəz M2 üstə gələk M1-dən. Onda olacaq, bax, M2 üstə gələk M1 əlbəttə ki 1-ə vuracam. Olacaq onda M2 üstə gələk M1 çıxaq M2 üstə gələk M1. Yəni, bax, buradakı mənfini nəzərə alanda, bax, bu mənfini nəzərə alanda, bu M2-nin işarəsi dəyişir, ona görə burada çıxaq M2 yazmışam. Mənfi, bu da mənfi olacaq üstə gələkdə, ona görə də buraya üstə gələk yazmışam. Bərabərdir. Məxrəcdə M2 üstə gələk M1. Burada qalır M2J vuraq M2J-ni bu tərəfə keçirdirəm. Və həmçinin sürətdə fikir versəz qalacaq M1-lər, M2-lər gedəcək. M2 çıxaq M2. M1 üstə gələk M2 olacaq 2M1. Deməli, gördüyümüz kimi olur 2M1 M2 bölək M1 üstə gələk M2 vuraq J. J-ni elə bil kənara çıxartdım. Bu M2-ni də sürətə gətirdik. Deməli, bizim gərilmə qüvvəmizin yekun düsturu oldu. 2M1 M2 bölək M1 üstə gələk M2 vuraq J. Gətirirəm, bunu da burada bir qeyd kimi yazaq. Və vuraq J-mizi də yazaq. Gördüyünüz, bu da oldu bizim gərilmə qüvvəmizin düsturu. Beləliklə, bu düsturları əzbərləməyə gördüyünüz kimi ehtiyac yoxdur. Zaten çox işlədikcə testlərdə yadınızda qalacaq. Amma ki, çıxarışı da öyrənin ki, ola bilər ki, düsturları bir-birinə qarışdırdıqda imtahanda çaşmayasınız. Bu hissəni silirəm. Gəlin başlayaq artıq testlərimizin həllinə. Baxın, indi burada birinci sualda deyir ki, tərpənməz blokdan keçirilmiş uzanmayan və çəkisi nəzərə alınmayan ipdən şəkildəki kimi yüklər asılmışdır. Sistemin təcilini hesablayın. Bizdən təcil soruşur, A-nı soruşur. A-nın düsturunu baxın, bayaqlar yuxarıda yazdıq. Yenidən burada yazıram. A bərabərdir M2 çıx M1 bölək M2 üstə gələk M1 vuraq J. Burada baxaq görək kütlələrimiz nə qədərdir. Fikir versəz, blokdan keçirilmiş ipdə bir tərəfindən M kütləli cisim asılıb, digər tərəfdən 3 dənə M var. Yəni 3M-də artıq buradakı kütləmiz. Onda bunların fərqi, yəni M2 çıxaq M1, sürətli olacaq onda 3M çıx M. Məxrəcdə cəmidir, M2 üstə gələk M-dir. M1-dir. Onda olacaq 3M üstə gələk M. Vuraq J-ni də yazmağı unutmuruq. 3M-dən M çıxanda sürətdə qalır 2M. Məxrəcdə 3M üstə gələk M olur 4M. Vuraq J-ni də yazaq. M-lər ixtisar getdir. 4-dən 2-nə aparım ixtisar. Sürətdə 1, məxrəcdə 2 qalır. Oldu J bölək 2. Deməli, burada təcilimizi aldıq. J bölək 2. Cavab oldu D bəndi. İkinci sualımıza baxaq. Yenə burada da tərpənməz blokdan keçirilmiş uzanmayan və çəkisi nəzərə alınmayan ipdən şəkildəki kimi yüklər asılmışdır deyir və sistemin təcilini hesablamağımızı istəyir. Yəni A-nı soruşur. A-nın düsturunu yenidən yazıram. A bərabərdir M2 çıx M1 bölək M1 üstə gələk M2 vuraq J olacaqdır. Fikir versəniz, bir tərəfdə 4 dənə M var, 4M-dir. Digər tərəfdə 2 dənə M var, 2M-dir demək kütlə burada. Onda yerinə yazsaq 4M çıx 2M. Sürətdə bunların fərqidir fikir versəz. Məxrəcdə cəmidir. 4M üstə gələk 2M yazacağıq və vuraq J-ni də yazmağı unutmuruq. 4M-dən 2M çıxanda qalır 2M. Bölək məxrəcdə 4M üstə gələk 2M 6M. Vuraq J. M-lər ixtisar getdi. 2 ilə 6-nı ixtisar aparıram. Sürətdə 1, məxrəcdə 3 qalır. Deməli J bölək 3 aldıq cavabımızı. Cavab oldu Y bəndi. Şərtdə deyilir ki, ipin gərilmə qüvvəsini hesablayın. Gərilmə qüvvəsinin, yəni böyük T-ni bizdən soruşur. Böyük T-nin də düsturunu biz bayaqları aldıq. T bərabərdir 2M1 M2 bölək M1 üstə gələk M2 vuraq J-dir. Bunu da indi gətirib burada yazıram. T bərabərdir 2 vuraq M1 M2 bölək M1 üstə gələk M2 vuraq J. Fikir versəz, kütlələrimizin biri 1 kiloqram, digəri də 3 kiloqramdır. Onda yerinə yazaq 2 vuraq 1 vuraq 3.
Bölək bunların cəmi m1 üstəgələk m2, yəni 1 üstəgələk 3 olacaq. Vuraq j-nin də qiyməti şərtdə verilib 10-dur. Aha, 2 vuraq 1 vuraq 3. Yəni 2 vuraq 3. Məxrəcdə olacaq 1 üstəgələk 3, yəni 4. Vuraq 10-umuzu da yazırıq. 4 və 2-ni aparıram ixtisar. Sürətdə 1, məxrəcdə qaldı 2. 2 və 10 da aparıram ixtisar. Məxrəcdə 1 qaldı, sürətdə 5. 5 vuraq 3 olacaq 15. Deməli cavabımız oldu burada 15 Newton. Cavab A bəndi. 4-də də eynidir. Yenə gəlmə qüvvəsini tapanda T bərabər olacaq 2 vuraq M1 M2 bölək M1 üstəgələk M2 vuraq J. Yerinə yazsaq 2 vuraq M1 kütləmiz 2 kiloqram, M2-miz 6 bölək. Bunların cəmi M1 üstəgələk M2, yəni 2 üstəgələk 6 olacaq 8. Vuraq J-nin qiyməti də 10. 2 də 2 4 eləyir. 8-dən də ixtisar aparsam, gördüyünüz kimi sürətdə 1, məxrəcdə qalacaq 2. 6 və 2-ni də aparsam ixtisar 1, sürətdə 3 qalır. 3 vuraq 10 olacaq 30. Cavabımız oldu B bəndi. 5-ci sualımızda eyni ilə bu məsələlər tipsidir. Burada artıq ikisini də tapmağımız istənir bizdən. Həm sistemin təcilini, həm də ki ipin gəlmə qüvvəsini bunlar istəyir. Gəlin baxaq. A-nın düsturu oldu. M2 çıx M1 bölək M1 üstəgələk M2 vuraq J. Yerinə yazsaq 6 çıxaq 2 bölək 6 üstəgələk 2, yəni 8. Vuraq J-nin qiyməti 10-dur. 6-dan 2 çıxanda qalır 4 sürətdə. 4-dən də 8 aparıram ixtisar. Sürətdə 1, məxrəcdə qaldı 2. 10 bölək 2 mənə verəcək 5. Deməli sistemin təcili oldu 5. Birinci doğrudur. İpin gəlmə qüvvəsi T bərabərdir 2 vuraq M1 M2 bölək M1 üstəgələk M2 vuraq J. 2 vuraq birinci kütləm 2, ikinci kütləm 6 bölək M1 üstəgələk M2, 2 üstəgələk 6, yəni 8. Vuraq J-nin qiyməti də 10. 2 də 2 4, 4-dən də 8 ixtisar gedir. Sürətdə 1, məxrəcdə qaldı 2. 1 qalır, 2 ilə də 6 ixtisar aparanda məxrəcdə 1, sürətdə qalır 3. 3 vuraq 10 da olacaq 30. Deməli burada gəlmə qüvvəmiz də oldu 30 Newton. 1 və 3-dür cavabımız. 6-cı sualda yenə eynidir və bizdən təcili və gəlmə qüvvəsini tapmağımızı istəyir. A bərabərdir. Düsturu yenidən yazıram. M2 çıx M1 bölək M1 üstəgəl M2 vuraq J-yə. 6 çıxaq 4 olacaq. O da olacaq sürəti 2. Məxrəcdə bunların cəmidir. 4 üstəgəl 6 10. Vuraq J-nin qiyməti də şərtdə verilib 10. Onlar ixtisar getdi qaldı 2. Deməli təcilimiz oldu 2. 2 doğrudur burada doğru cavab. İpin gəlmə qüvvəsi T bərabərdir 2 vuraq M1 M2 bölək M1 üstəgələk M2 vuraq J-dir. Buradan yerinə yazsaq 2 vuraq M1-im 4 M2-in 6 bölək bunların cəmi M1 üstəgələk M2, yəni 4 üstəgələk 6 olacaq 10. J-nin də qiyməti 10-dur. Onlar ixtisar getdi. 2 dəfə 4 8, 8 də vur 6 48. Deməli gəlmə qüvvəmiz oldu 48 Newton. 2 və 4 doğru cavabdır. Keçək 7-ci sualımıza. 7-ci sualda isə şərtdə deyilir ki, ipin F gəlmə qüvvəsinin 12 Newton olduğunu bilərəkdən ipin T gəlmə qüvvəsini hesablayın. Fikir versəz, burada F gəlmə qüvvəsi M kütləli cismi dartır. Və biz bilirik ki, eyni ipdə yaranan gəlmə qüvvəsi eynidir. Baxın, bu ipdə yaranan gəlmə qüvvəsi, gördüyünüz, bax, bu ipdə yaranan gəlmə qüvvəsi cisimdən ipə doğru yönəlir. Bax, bu cisimdən ipə doğru yönələcək. Mən bunu T1-dən işarə edirəm. Fikir versəz, əlbəttə ki, burada təcrim eyni olacaq. Və burada mən təcil tapmaq üçün hər bir qüvvəni bölməliyəm onun dartdığı kütlərin cəminə. Yəni mən burada F-i böləcəm onun dartdığı M kütləsinə. F bölək M. Bərabər götürəcəm. T1-in də hansını dartır? Görürsünüz ki, M-i dartır. Amma sadəcə M-i deyil. Həm də bax bu 2 M-i dartacaq. Yəni digər M kütləli cismə dartır. Və bu M ilə M-in cəmi mənə verəcək artıq burada 2 M-i. Onda yazacağım ki, T1 bölək 2M. Bunları da bərabərləşdirdim çünki dedim təcillər eynidir burada. M-ləri ixtisar aparıram. Hər tərəfdən gördüyümüz kimi T1 bərabər olur 2F-ə. T1 2F oldu. Həmçinin biz bilirik ki, eyni ipdə yaranan gəlmə qüvvəsi eynidir. Deməli, eyni ipdə yaranan gəlmə qüvvəsi eynidirsə, bax bu gördüyümüz solda olan gəlmə qüvvəsi də eyni ilə T1-ə bərabər olacaq. Və o da cisimdən ipə doğru yönələcək. Deməli, 2F olmuş oldu. Çünki T1-ə 2F-ə bərabər aldıq. İndi baxın görək 2F neçə kütləsini dartır? 3 dənə M-i dartır. Deməli, onda 2F-i bölməliyəm artıq 3M-ə. Bunu da bərabər götürməliyəm
T-yə baxaq görək T neçəsində artır və aşağıya doğru fikir verin 2 dənə M kütləsində artır. Deməli T bölək 2M-ə bərabər götürdüm. Hər tərəfdən M-lər ixtisar gedir. Buradan bizdən T gəlmə qüvvəsini istəyir. T-ni tapanda olacaq 2F vuraq 2 bölək 3. O da olacaq 4F bölək 3. F-in qiyməti şərtdə verilir 12 Newtondur. Deməli 4 vuraq 12 bölək 3. 3 və 12-ni ixtisara aparıram. 1 məxrəcdə qalır, sürətdə isə 4 qalır. 4 dəfə 4 oldu 16. Deməli, biz T gəlmə qüvvəmizə cavab tapdıq 16 Newton. Digər sualımızda 8-də də eynisidir. Baxın, artıq burada T gəlmə qüvvəsi M kütləli cismində artır. F isə artıq 2 dənə M kütləli cismində artır. Deməli, onda F bölək 2M bərabərdir. T bölək M olacaq. M-lər ixtisar getdi. Buradan F-i tapsaq, F bərabərdir 2 T-yə bərabər olmuş olur. 2 vuraq T-nin qiyməti şərtdə verilir. Baxın 20 Newton. 2 vuraq 20 o da olacaq 40. Beləliklə şagirdlər, sizlər üçün bu testlərin izahını vermiş oldum. Ümid edirəm ki, izahlar sizlər üçün aydın oldu. Əgər videodan yararlandınızsa da kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Sağ olun.